Türk Dövlətləri Təşkilatı artıq geosiyasi mərkəzə və qlobal arenada vacib aktora çevrilir. Bunu Energetika naziri Pərviz Şahbazov bugün İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının enerji nazirlərinin 5-ci iclasında çıxışı zamanı bildirib. Nazir sarsılmaz Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyinin bugün digər Türk dövlətləri ilə münasibətlərimizdə də öz əksini tapdığını qeyd edib. Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Alparslan Bayraktar isə çıxışında Xəzərin Türk dövlətlərini ayrıcı deyil, həyata keçiriləcək layihələrdə birləşdirici rol oynayacağını vurğulayıb. Transxəzər, Naxçıvandan birbaşa və Ermənistan üzərindən keçməklə Azərbaycan, Türkiyə, Avropa, Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, həmçinin Xəzər, Qaradəniz, Avropa yaşıl enerji dəhlizləri və interkonnektor layihələri enerji vasitəsilə Türk dövlətlərinin birliyini möhkəmləndirməyə xidmət edir. Belə ki, Mərkəzi Asiya, Azərbaycan yaşıl enerji dəhlizi ölkələrimizin elektrik enerjisi sistemlərinin tarixdə ilk dəfə birləşməsini, Zəngəzur dəhlizi isə bu enerji axınının Türkiyəyə çatdırılmasını təmin etməklə Mərkəzi Asiya, Azərbaycan, Türkiyə enerji körpüsünü yaradacaq.